Salam, xoş gördük. Bugünkü izahımız lalə digər ünsürlər kimi işlənməyi və cacənin digər sözlər kimi işlənməyidir. İndi gəlin diqqət edək. Burada lalə, əgər mücərrəd mənalı sözlərə qoşularsa, xüsusən də isimlərə, həvəs, cəsarətlə, həvəslə, onda olur zərb, düzəltmə zərb. Daha sonra arif ilə alim gedir. İlənin yerinə bəli tətbiq edirik, düzdür. Amma cəmdə, yəni xəbərdə lalələr olmasa, biz bu iləni və bağlayıcını əvəz edə bilmərik. Yenə də qoşma olaraq qalır. Bir də ki, sən çıxdın qarşıma duzla çörəklə. Burada la, sadalama intonasiyasından deyilən sözlər yenə də qoşma olaraq qalır. Daha sonra lalə, qoşma kimi qələmlə. Burada bircə sözünü istifadə edə bilərik. Məsəl üçün, qələmlə yazıram. Nə ilə yazıram? Qələmlə yazıram. Bax, burada qələmlə bircə yazıram. Atamla bircə gedirəm. Bircə sözünü istifadə edə bilsəz, tətbiq edə bilərsiniz laləni qoşma kimi. Daha sonra cacənin qoşma kimi 3 dəfə, 3 çalarda rast gəlirik. Məsələn, qədər. Sən məncə bilmirsən, mən qədər bilmirsən. Sözün quruluşca növləri, sözün quruluşuna görə növləri deməli istinad bildirdi. Daha sonra yol boyunca düzülmüşdür söyüdlər, yol boyu ilə düzülmüşdür söyüdlər. Sonra cacə, əgər cacə, yəni bütövlüklə, iki tərəfinə vergilə qoyulubsa, burada cacə deyil artıq. Məncə bütövlüklə, məncə, səncə, fikrimizcə, zənnimizcə olan fikir mənbəyini bildirən modal sözlərdir. Daha sonra, əgər düzəltmə zərf olduğunu bilmək istəyiriksə, Latınca, İngiliscə, Fransızca tipli dil bildirən sözlərə qoşulması düzəltmə zərf əmələ gətirir.